Ha, bu da metroya da gelir, burada gelir. Bilirəm. Zəhmət olsun. Bu biz ictimai nəqliyyatla bağlı. Yeni şeydir də, canan oğlan. Bəli, bəli, o kartdan istifadə edirsiniz. Siz də kartı bu zəhmət olmasa daxil edin və içəri. Buyurun. Asan Xidmət Baku-Bas MMC ilə birgə Nəqliyyat Bələdçisi adlı yeni aksiya başlayıb. Layihə çərçivəsində könüllülər sərnişinlərə yeni avtobuslardan və ödəmə kartlarından istifadə qaydalarını izah edirlər. Bu aksiya 2 aya yaxın davam edəcək və gəlin ictimai nəqliyyatdan düzgün istifadə edək şüarı altında həyata keçiriləcəkdir. Ümumilikdə bu aksiya çərçivəsində 500-ə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub. Aksiyaya Asan Xidmət mərkəzlərində fəaliyyət göstərən və qurumdan məzun olan könüllülər cəlb olunub. Vətəndaşların əsasda stollara cızmamaq, əsas başqa bir reklamları yapışdırmamaq üzrə vətəndaşlara təlimatlandırırıq. Vətəndaşlar avtobusa daxil olduğu zaman onlara ön qapıdan, yəni daxil olmalarına köməklik göstəririk və sonra isə arxa və orta qapılardan onları yola salırıq. Xəttə buraxılan yeni avtobusların sayı az olduğundan könüllülər növbə ilə xidmət aparacaqlar. Könüllülərin əsas fəaliyyəti bir könüllü ön qapıdan yönləndirəcək və bir könüllü içəridə olaraq avtobuslarda bu yaranan çətinlikləri insanlarımıza, sərnişinlərimizə izah edəcəklər və çalışacaqlar ki, artıq bu insanlarda vərdiş halına alsın. Hazırda Baku-Bas avtobusları 5 istiqamət üzrə sərnişin daşıyırlar. Gələn həftədən daha 2 marşrut açılacaq. Yeni marşrutlar 20-ci sahə, Azadlıq prospekti və əksinə hərəkət edəcəklər. İlqar Qulusoy, Bağır Kərimov, Lider TV.